Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Elgizlə İzləyə verilişində müğənnilər arasında başlanan söz davası reklam fasiləsində daha da qızışıb. Oxu24.com xəbər verir ki, müğənni Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan və müğənni Xatun arasında qalmaqal yaşanıb. Reklam fasiləsi zamanı bu qalmaqal hətta əlbəyaxa səviyyəsinə qədər çatıb, tərəfləri verilişdəki qonaqlar sakitləşdirib. Tərəflər arasında davaya səbəb müğənni Rasimənin verilişdə iştirak Xatunun duet ortağı, gənc ifaçı Cəzahiri təhqir edərək ona Əsbənin kuklası deməsi olub. Sözü gedən dava barəsində Xatun özü də açıqlama verib. O, tarixin bir gününə verilişində əməni Rüfətlə Cəzahir arxadan güclə tutub saxladılar. Mənə elə gəlir ki, biz Rasimə xanıma çox hörmət etdik. Ona qadın kimi hər şeyi başa saldım deyib. Bundan öncə Elgizlə İzləyə verilişinin iştirakçısının faciəli şəkildə ölməsi barədə məlumat vermişdik.